Çox zaman müştərilərdən belə sual gəlir ki, saçlarımızda topa-topa tökülmələr var. Bunun səbəbi nədir? Siz də bunun səbəbini bilmək istəyirsinizsə, mütləq şəkildə bu videonu sona kimi izləyin və məlumatlı olun. Topa-topa saç tökülməsi adi tökülmə deyil. Bu zaman saçlar tək-tək yox, bir nahiyədən birdən-birə ayrılır və bu həmişə saç kökü ilə bağlı problemdir. Ən çox səbəb mexaniki dartılmadır. Ağır qaynaqlar, səhv qram balansı və saçın eyni yerə təkrar prosedur edildikdə folikul zəifləyir, nəticədə saçlar bir sahədən topa halında çıxır. İkinci səbəb gecikmiş stres tökülməsidir. Güclü stres, hormonal dəyişiklik və ya xəstəlikdən təxminən 2-3 ay sonra saçlar eyni fazaya düşür və birdən tökülür. Müştəri bunu birdən oldu kimi hiss edir, amma səbəb daha əvvəldən başlayır. Digər vacib səbəb mikroiltihabdır. Saç dərisi sağlam görünə bilər, amma dərinin altında iltihabi proses varsa, köklər zəifləyir və saçlar bir zonadan boşalır. Topa-topa saç tökülməsi heç vaxt təsadüf deyil. Bu saç kökünün verdiyi sos siqnalıdır və vaxtında düzgün yanaşma tələb edir. Ona görə də həkimə müraciət etmək lazımdır.